Muğamın dərinliyini, estrada musiqisinin müasir çalarları ilə birləşdirən gənc ifaçılardan biri də Ülker Abdullayevadır. Muğam televiziya müsabiqəsinin qalibi kimi tanınan müğənni qısa zamanda özünə məxsus səsi və ifa tərzi ilə dinləyicilərin rəğbətini qazanır. Azərbaycan Milli Konservatoriyasının məzunu olan Ülker Abdullayeva həm muğam, həm də estrada janrında uğurla çıxış edir. Qəlbimdə qaldın, Ay sənəm, əzizim və Sənsiz kimi mahnıları ilə geniş dinləyici auditoriyası toplayan ifaçı televiziya proqramları və konsertlərdə də mütəmadi olaraq səhnə alır. Klasik muğam irsinə sadiq qalmaqla yanaşı, müasir musiqiyə də öz dəsti xəttini gətirən Ülker Abdullayeva yaradıcılığını yeni layihələrlə davam etdirir.